Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugünkü mövzumuz coğrafiya fənnindən üfüqün cəhətləri olacaq. Biz ilk öncə üfüqün nə olduğunu bilməliyik. Üfüq məhəldə görünən açıq ərazidir və üfüq xətti isə uzaqda sanki yerlə göyün birləşdiyi xəttdir. Hələ qədim zamanlardan insanlar cəhətlərin təyin edilməsi üçün günəşi ən etibarlı vasitə hesab edirdilər. Belə ki, biz səhər tezdən üzü gün çıxan tərəfə dayanmış olsaq, şərq istiqamətinə baxmış oluruq və əllərimizi yana açırıq. Bu zaman arxamızda qərb, sağ tərəfimizdə cənub, sol tərəfimizdə isə şimal istiqamətləri olacaqdır. Yəni, biz üfüqün cəhətlərini ən rahat şəkildə günəşə görə tapa bilərik. Bu saydığımız cəhətlər üfüqün əsas cəhətləridir, yəni şimal, cənub, şərq və qərb. Üfüqün əsas cəhətləri ilə yanaşı onun 12 aralıq cəhətləri də mövcuddur. Lakin bizə dərslərimizdə, məsələ həllərində əsas lazım olan aralıq cəhətləri 4 dənədir. Şimal-şərq, cənub-şərq, cənub-qərb və şimal-qərb. Yəni, bizim öyrənəcəyimiz üfüqün cəhətləri bu 8 cəhətdir. 4-ü əsas, 4-ü isə üfüqün deməli, aralıq cəhətləri. Üfüqün cəhətlərini dəqiq təyin etmək üçün kompas ixtira edilmişdir. Kompasın əqrəbi daim şimal və cənub istiqamətini göstərir. Bunun da səbəbi maqnit qütbləri ilə bağlıdır. Belə ki, şimal maqnit qütbü Kanada Arktik arxipelağında, cənub maqnit qütbü Antarktida ərazisində yerləşir və buna görə kompasın əqrəbləri daim şimal və cənub istiqamətlərini göstərir. Kompasın üzərində çevrənin dərəcə bucaqları yazılır, baxın burada gördüyünüz kimi və gəlin üfüqün əsas cəhətlərinin dərəcələrinə baxaq. Şimal istiqamət 0 və 360 dərəcə, ümumiyyətlə 0-360 dərəcə arasında dəyişir kompasın üzərindəki dərəcələr. Şimal 360 və ya 0 dərəcə, şərq 90 dərəcə, cənub 180 dərəcə, qərb isə 270 dərəcə. Üfüqün aralıq cəhətlərini necə taparıq? Şimal-şərq 45 dərəcə, cənub-şərq 135 dərəcə, cənub-qərb 225 dərəcə, şimal-qərb isə 315 dərəcə. Yəni, baxın, məsələn, şimal və şərq 90 dərəcə olduğu üçün bunun yarısı 45 dərəcə olacaq, şimal-şərq. Həmçinin burada bir məsələ də var. Bəzi məsələlərdə bizdən soruşulur ki, getdiyimiz istiqamətin əksinə hansı azimutla gələrik? Biz bunu tapmaq üçün, əgər getdiyimiz azimut 180-dən kiçikdirsə, 180-i onun üzərinə gələrik, 180-dən böyükdürsə, 180-i ondan çıxarıq. Məsələn, 60 dərəcə azimutla gedən səyyah əks istiqamətə hansı azimutla qayıdar? Bunu biz nə edərik? 180-i üzərinə gələrik, 240 dərəcəlik azimutla əks istiqamətə qayıdar. Aydındırmı? Məsələn, 300 dərəcə azimutla gedirsə, 180-i bundan çıxarıq, 120 azimutla qayıtmış olur. Baxın, üfüq istiqamətlərinin dərəcələrlə bu şəkildə ifadə olunması azimut adlanır. Azimut şimala verilən istiqamətlə verilmiş istiqamət arasında qalan və saat əqrəbi istiqamətində ölçülən bucaqdır. Azimut sözünün ərəbcədən tərcüməsi yol və ya istiqamət deməkdir. Ərəb sözüdür azimut. Müasir dövrümüzdə isə istiqamətləri müəyyən etmək üçün daha rahat və asan idarə olunan navigatordan, yəni GPS-lərdən istifadə olunur. Buna bəzən QMS, yəni qlobal mövqe təyin etmə sistemi də deyilir. Üfüqün cəhətlərini biz müxtəlif yerli əlamətlərə görə də təyin edə bilərik. Məsələn, müxtəlif cihazlarla qeyd etdik, kompasla və yaxud qnomonla. Həmçinin biz yerli əlamətlərə əsasən də üfüqün cəhətlərini təyin edə bilərik. Məsələn, ağacda olan mamıra əsasən iri qaya parçalarının və ya ağac gövdələrinin üzərindəki mamır onların şimal tərəflərində bitir. Deməli, əks tərəf cənubdur. Həmçinin, qarışqa ovalarının girişi cənuba tərəf olur. Bildiyiniz kimi, Azərbaycan şimal yarımkürəsində yerləşir, 40 dərəcə şimal enliyində və il boyu
Günəş Azərbaycandan cənubda olur. Bunun üçün qarışqalar da öz yuvalarının ağzını cənuba tərəf, yəni günəş çıxan tərəfə, günəş olan tərəfə, daha isti tərəfə, deməli, öz yuvalarının ağızlarını inşa edirlər. Daha sonra biz qütb ulduzuna əsasən istiqamətləri təyin edə bilərik. Əsasən gecələr bu müşahidə edilir. Qütb ulduzu bilirsiniz, daim şimal yarımkürəsində görsənir və şimal istiqamətində olur. Biz qütb ulduzunu görsək, bilərik ki, şimal istiqamətidir, arxamız cənub, sağımız şərq olar, solumuz qərb olar. Ulduzlara əsasən gecələr, deməli, böyük coğrafi kəşflər dövründə, ondan sonraki dövrlərdə də səyyahlar, dəniz səyahəti edən şəxslər ulduzlara əsasən istiqamətləri tapırdılar. Həmçinin ağac halqalarının deməli, şəklinə əsasən biz tapa bilərik üfüqün cəhətlərin. Belə ki, hansı tərəfdə kəsilmiş ağac kötüyü, halqalar bir-birinə daha yaxın, daha sıxdırsa şimalı, əks tərəfi isə, daha aralı olan tərəf isə cənubu göstərir. Baxın, dəyərli dostlar, biz üfüqün cəhətləri mövzusunu izah etməyə çalışdıq. Ümid edirəm ki, faydalı olacaq sizin üçün. Diqqətinizə görə təşəkkür edirəm.